başlayırıq. Bakı məktəblisi Salatın Cabbarlı ilə. Xoş gəlmişsiniz Salatın. Xoş gördük. Kimlə gəlmişsiniz? Ailəm və məktəb direktorumla. Xoş gəliblər. Hamı sizə dəstəkdir. Evdə ən çox kim sizi tələsdirirdi ki, əlaçıya get, artıq 9-cu siniflərdə iştirak edə bilir? Atam. Atanız. Atanızın adı? Bəhruz. Bəhruz müəllim, çox sağ olun. Salatın, zəhmət olmasa deyin, vaxtınızı necə səmərəli edirsiniz? Boş vaxtlarımda kitab oxumağı sevirəm. Əl işləri düzəltməyi, rəsm çəkməyi sevirəm. Əl işlərinizdən biraz danışın bizə. Əl işlərimdən əsasən bir neçə il bundan qabaq daha çox məşğul olurdum. İndi hal-hazırda dərslərə görə çox məşğul ola bilmirəm. Konkret söhbət nədən gedir? Konkret Hörürsüz, tikirsiz? Xeyr, düzəldirəm. Nə? Necəyim, bacıma məsəl üçün oyuncaq evlər. Nədən? Hansı məhsullardan istifadə edirsiniz? Daha çox kartondan. Kartondan. Bəli. Aha. Və nələri düzəldirsiniz? Evcik falan belə Bəli, şeylər? evcik, yəni içində müxtəlif əşyalar. Nə qəşəng, çox maraqlıdır. Xoşunuza gəlir? Bacınızın xoşuna gəlir? Bəli. Sizin hədiyyələriniz. Lap yaxşı. Gələcəkdə bu bir hobbi kimi ola bilər, elə? Bəli. Ən sevdiyiniz fən hansıdır? Ən sevdiyim fən biologiya. Lap yaxşı. Birazdan mövzuya keçəcəyik. Və deyin, zəhmət olmasa, Gülüstan xanım direktor. Görürsünüz, yaxşı direktordur ki, şagirdə dəstək olub gəlib bura. Bəli. Zalda əyləşib ona dəstəkdir. Belə direktorlar bizə lazımdır. Gülüstan müəllimə nə ilə yadda qalır? Nə xoşunuza gəlir? Şagirdlər onun xasiyyətində, davranışında nəyi sevir? Onun mehriban olmağı, şagirdlərlə maraqlanmağı, yəni onların təhsil alması üçün, gələcəyə faydalı bir şəxs olması üçün hər zaman çalışır. Nə qəşəng. Elə olmasaydı heç burada gəlməzdi. Elədir. Burada Bəli. onu da gördük. Əla, qəşəng. Həqiqətən də necə ki valideynlər, eyniliklə müəllimlər, sinif rəhbərləri və direktorlar da şagirdlərin, gənclərin dostları olmalıdır. Hı? Bəli. Yaxşı. Bəs ən dost mövzu bizə hansıdır? Azərbaycan dili. Azərbaycan dilini seçdiniz, 45 saniyəniz var. Uğurlar sizə. Azərbaycan dili. Azərbaycan dilini seçdiniz, 45 saniyəniz var. Uğurlar sizə. Sözdə qalın və incə sahitlərin bir-birini izləməsinə deyilir. Düzdür. Sözlər və cümlələri bir-birinə bağlayan köməkçi Bağlayıcı. əsasıdır. Düzdür. Taleyim sözü nişançı şəxsin mənsubiyyə şəkilçisini qəbul edib. Düzdür. Ağlayan sözü sifətdir yoxsa feil sifət? Feil sifət. Düzdür. Feilin hansı şəklinin inkarı deyil sözünün köməyi ilə Vacib düzəlir. şəkli. Xeyr, lazım şəkli. Qoşmalar quruluşca necə olur? Sadə. Düzdür. Məsdər cümlədə işləndikdə hansı suala cavab verir? Nə? Düzdür. Şəkil sözündə kar yoxsa cingiltili samitlər iştirak edir? Kar. Düzdür. Gəlibmiş feili hansı zamandadır? Keçmiş. Düzdür. Aciz söz birləşməsində hansı söz məcazi mənadadır? Acı. Düzdür. Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilən əvəzliklər Təyin hansıdır? əvəzliklər. Düzdür. Diaqram sözünün neçənci hecası yalnız bir saatdən ibarətdir? 2. Düzdür. Qızıl üzük birləşməsində İsim. asıl... Düzdür. Salatın sizin 12 doğru cevabınız oldu. Qəşəng nəticə. Davam edirik.